İki tələbə ilə götürdüm. Maşallah, maşallah, asta-asta uşaqların uğuru ilə də orada artım olmağa başladı. Biz özümüz ümumiyyətcə çox kasıb bir ailə olmuşuq həqiqətən. Anam yadıma gəlir ki, hamamı təmir edəndən sonra ilk dəfə çiməndə orada ağladı həqiqətən. Ağlamayacağım deyirəm, niyə ağlayıram bilmirəm. Ağlamışdı orada. Gəldi, öpdü alnımdan, dedi sağ ol qızım. Lalə Məmmədova Artıqlı Ola kurslarının rəhbəri. 2019-cu ildə belə bir post paylaşmışdım ki, bir gün hər kəs məni Artıqlı Ola kimi tanıyacaq. Arzularımın, məqsədlərimin dalıca gedəcəm və çox çalışacağam. Və dönüb arxaya baxanda ki, şükür bugünə ki, artıq hər kəs məni Artıqlı Ola kimi tanıyır. Və 4 ildir bu işlə məşğulam. 4 il ərzində də bizim bir çox filiallarımız var. Həzi Aslanov, məsələn, Yeni Yasamal, Gənclik, Sumqayıt və Xırdalan filialı olsun. Mən düşünürəm ki, insan əgər bir şeyi nə qədər çox istəyirsə, bir şey üstündə nə qədər çox çalışırsa, onu hər zaman əldə eləyir. Hər zaman uşaqlara o motivasiyanı vermişəm ki, çox çalışın, çox istəyin, çox əziyyət çəkin. Yəni, axır əvvəl onun bəhrəsini görəcəksiniz. Onu deyə bilərəm ki, sizə biz özümüz ümumiyyətcə çox kasıb bir ailə olmuşuq həqiqətən. Və bizim imkanımız olmayıb ki, biz hər hansı bir rəsm kursuna gedək, nəsə bir kimdənsə, müəllimdən bir kömək götürüm, kömək alım. Mənim atam da rəssamdır və mənim atamın mənə bu yolda köməyi olub, sırf irəliləməmdə, əl qabiliyyətimdə olsun. Və yəni, mən bu işə, bu günə özüm gəlib çatmışam, əslinə qalsa. Necə olub bunlar? Çoxdur hekayə, bir qismini danışıram. Deməli, məsələn, bizim aylıq ödənişimiz 60 manatdır. Bir çox yerlərdə qınayırlar, öz qulağıma da gəlib çatır ki, niyə görə o rəsm kursunun aylıq ödənişi 60 manatdır. Yaxşı kursu olsa, yaxşı tədris mərkəzi olsa, yəni bu aylıq ödəniş qalxar. Halbuki indiki zamanədə, indiki dövrdə bir çox rəsm kurslarının aylıq ödənişləri 150 manat və yaxud da ondan üstü olsun ki, fakt budur ki, belədir. Bu da mənim keçmişimlə bağlıdır ki, məsələn, yenə deyirəm, biz o vaxtı kasıb olmuşuq və bizim imkanımız olmayıb ki, biz gedək hər hansı bir kursa ödəniş